Üləmaların biri nəqli, bir dənə cavandan nəqli Şəhri Reydə. Keçən zamanda olurdu. Bu cavan bazarda gəzərmiş, latlıq elərmiş. Heç evlə əhli ibadət döymüş. Nənəsini yollayıb, məsələn, məhəllədə bir dənə qızın xastı qarısına. Ondan nənəsi gəlir, görür, nənəsi əfsurdədir, qəmcindir. Nənə cavab verdilər, qızı vermədilər mənə. Niyə? Verdilər qızı sənə, amma evlərində bir xadimə var idi, o məni qəmcin elədi. Niyə? Evlərində bir dənə kulfət tutublar, həm kardır, həm lal. Amma onun da olar 18-19 sinni. Bəli, mütəvəccih idi ki, mən xastqariyə gəldim, gördüm sər süfrə, onun da gözündən yaş əndi. Bu cür hiss elədim ki, deyə Allah, mən qaldım, amma mənim nə dədəm vardı, əlimdən tutun, nə nənəm. Ələ, mən burada kulfətçilik eləyəm, bunun atası var, anası var, süfrəsi var, xastqarına. Ondan oğlan dedi, ana, olmaz gedəsin o qızı mənə alasan. Dedi, o kardır, laldır. Dedi, axı, mən də Allahla bir iş görməmişəm, istəyəm bir dəfə bir iş görəm Allah üçün. Bir dəfə bir iş görəm Allah üçün. Nənəsi dedi, oğul çətindir, dedi, hər nə qədər çətinlik qəbul, mən qəbul edirəm. Cüz ubad zamanı ol ey tərəf, cüz ubad zamanı. Nənəsi deyir, getdim, əyləşdim məclisdə, dedim, gəlmişəm külfətizin xastı qarnına da qızı istəməyəm. Allah işi cürriyəndə, bu cür olardı, ma beto, muhtaç, to muştaq ma. Əgər sən istirarı Allah ərzə verəsən, inqita sənə hasıl ola, aləmi çöyrərsən. Qur'an burayı, Pərverdigar aləm Qur'anda, əmmən yücibul mustarrə izadə ahu və yəşşifussu. Kimdir istirar tapa Allah əlin qozuya, Allah ona dəsti rəd vura. İstirar tap, Allahı yerə də meylimiz var. 10 ta əsbabı digər də, 10 dənə əsbabı digər qəlbimizdə var, deyir, olması olar, olması olmaz. Axırda deyir, Allah da var, kənarında. Birdən münqəti olmuyor Allah'a. Allah'a münqəti olasın. Onası deyir, dua deyir, kardır, laldır, hər nədir, oğlum istəyir. Deyir, bir toy tutdu, gətirdik. Özündən insan keçmək, nə qəç gərək nəfsün üstünə ayağı qoyasan, gör, bu cür adam tapmaq olar, sən bir ləhzə eləyənməysən, nəfsün üstündə ayaq qoyasan, deyəsən, olmasın məclisi ərusunda günah. Görəysən, qızının da əlindən tutay, aparay məsiyyətə. Oğlunun da əlindən tutay, aparay məclisi məsiyyətə. Xanım qız deyir ki, nənəminlə qardaşının 2 ay bundan qabağa sonra toyulacaq, nə var musiqini gətirək mənə qoy, deyir, rəqsi görəcək ki, nə var musiqini. Nə? Ki, rivayətdə var, Peyğəmbər buyurdu, veylun li ovlad axırı zaman min abaihim. Vay olsun ovlad axırı zamana bi xatiri dədələrinə xatır. Həzrətin əshabı buyurdular, min abaihimil müşrikin, ya Rasulallah, onların ataları müşrikdilər, onlara xatır buyuruysan, Peyğəmbər buyurdu, xeyr, min abaihimil müminin, ataları bi zahir müsəlman, mömindilər, amma balaların əhli cəhənnəm eləyəcəklər. Çəkəcəklər. Min abaihimil müminin, la yuallimunahum şey'en minel feraiz. Əslən vacibatı örgətməzdər. Əhkam-ı dini örgətməzdər. Və izə təəlləmu ovladuhum, və bəxti ovladları da gedərlər örgəşməyə, mənəuhum, qabaqlarını alarlar. Məscidə nəyə gedəysən? Şıx olubsan. Məscidə gedəndən sən hacətin yerinə gəlirdi. Tamam aləm hacətdir, ey filani, vücudun fəqr məhzidir. O sözün bəlası səni tutsa dünya və axirətin yanar. Və izə təəlləmə ovladuhum mənəuhum, mən elərlər və rəzu ənhum bi ərəzin yəsir minət dünya və razı olarlar dünya mətasından uşaqları bir şey cəmləsin, karımənd olsun, qeyri pul gəlsin, bir pulu cəmləsin, nəcəsinə. Həzrət buyurdu, fəənə minhum bəri, mən onlardan mütənəffirəm. Onlar da əz nəzər ruhi bir məqama çatarlar, bücür isqat, saqıt olarlar, onlar da məndən bizar olarlar. Dərk eləməzlər Peyğəmbər kimdir.
Yəni xəsərət dünya və axirə. Zalikə huvel xusranul mubin. Bəli. Hala deyil, o cavan nəfsünün üstünə ayaq qoyub, anasına deyil, ana getkinən həmin qızı mən üçün aldım, gətirdim və bir müddətdə neçə dəfə bu cavan dəmi mərcə gəldi, o qız əlin qozadı, dua elədi, şəfa tapdı. Ömrü dübarə. Tərəf nəql eləyib, 300 dənə qıza cəhiziyyə amadə eləyib, xanə-i bəxtə yollamışdım. Şəhidəllah, getdim onun evində əyləşdim o cavanın, dedim 300 dənə qız xanə-i bəxtə yollamışam, hamısının səvabı sənin, bu izdivacın səvabı mənim. Dedi, heyhat, bu bir müamilədir, Allahla eləmişəm. Nəfsimin üstünə ayaq qoymuşam.